Rasulullah sallallahu aleyhi və səlləmin dövründə Ramazan necə yaşanırdı? Vəhyin ilk xitabı olan sahabə nəslinin həyatının hər bir parçası bizim üçün çox önəmlidir. Çünki onlar İslamın güzgüləridir. İdeal müminin duruşunun necə olması lazım olduğunu ancaq həyatlarına baxaraq öyrənə bilərik. Quranla canlı münasibəti quran o nəsil hər gün həyəcanla soruşurdular. Bugün Allah bizə nə deyəcək? Hicrətin ikinci ilində bu həyəcanı ən yüksək həddə yaşadıkları bir vaxtda onlara Ramazan ayının orucunu tutmaq əmr olundu. Bu bəxtiyar dəstənin müəllimi olan Peyğəmbərimiz orucla yanaşı bir çox gözəl ibadətləri də bu mötəbər nəslin gündəminə gətirmişdir. Bu ayda oruç tutduqdan sonra sahabələr Ramazan gecələrinin bəzəyi olan təravih namazı ilə tanış oldular. Sahabə nəsli oruc və təravih namazı ilə yanaşı Bəqərə surəsinin 185-ci ayəsindən Ramazan ayının 11 ayın sultanı olmasının ən mühüm səbəbini öyrəndilər. Bunun səbəbi ayədə açıq şəkildə bildirildiyi kimi Quranın bu ayda nazil olmağa başlaması idi. Deməli, bu ay vəhyin doğulduğu ay idi. Deməli, bu ayı Quranın izzətinə yaraşan şəkildə canlandırmaq lazımdır. Sahabə nəsli bunu bildiklərindən bu ayda Quranı çox oxuyar, ayələr üzərində düşünərdilər. Rəbbim mənə nə deyir? O nə demək istəyir? Məndən nə istəyir? Suallarına cavab tapmağa çalışırdılar. Onlar Quran-ı Kərimi təkcə onun üzündən oxumur, həm də o ayələri anlamaq, qavramaq və yaşamaq üçün ciddi səy göstərirdilər. Ramazanın bu şövq və həyəcanı son 10 gündə isə pik həddə çatacaqdır. Çünki son 10 gün etiqaf günləri idi. İnsanlığın mələk olmaq yolunda addımlamağa başladığı günlər idi. Rasulullah sallallahu aleyhi və səlləm Ramazan ayını necə keçirərdi? Təbərrinin Əl-Mucəm Əl-Kəbir adlı hədis kitabında rivayət edildiyinə görə sahabələr dedilər, Rasulullah sallallahu aleyhi və səlləm məsciddə xütbə söyləmək üçün minbərə qalxırdı. Gördük ki, hər addımda biraz dayanıb, ucadan amin deyib, növbəti pilləyə qalxır. Rasulullah sallallahu aleyhi və səlləm dedi, bugün minbərə çıxanda Cəbrail məni müşayiət etdi və mənə dedi, Allah lənət eləsin o kişiyə ki, Ramazan ayına yetişib, lakin bu ayın qədrini tam dərk edə bilməyib. Bağışlanmaq və tövbə etmək üçün fürsətdən istifadə edə bilməyib. Mən də buna amin dedim. Rasulullah sallallahu aleyhi və səlləm Ramazan ayının ilahi bir fürsət olduğunu belə bəyan etmişdir. İbn Abbas deyirdi, Rasulullah sallallahu aleyhi və səlləm sədəqə baxımından insanların ən səxavətlisi idi. Xüsusilə Ramazan ayında Həzrəti Cəbrail aleyhissələm ilə görüşəndə onun səxavətinin həddi hüdudu olmur. Onun xeyirxah işlərdə səxavəti əsən külək kimi idi. Ayşə anamız radiyallahu anhə rəvayət edir ki, Ramazan ayının axırıncı 10 günü gələndə Allah Rasulü sallallahu aleyhi və səlləm gecələri oyaq qalar, ailəsini gecə namazı üçün oyadardı və diqqətini namaza cəmləmək üçün zövcələri ilə əlaqəni kəsərdi. Allah Rasulunun sahabələri Ramazan ayında sahur və iftarda nə yeyərdilər? O vaxt nə var idisə, onu yeyərdilər. Onlar Ramazan süfrəsini heç vaxt israfçılıqla açmayın. İftar süfrəsi su və xurma ilə başlayıb. Bir-iki xörək yeməklə davam edib. Müəyyən günlərdə həmin evlərə ət daxil olurdu. Peyğəmbərimizin bu mövzuda ümumi bir xəbərdarlığı var idi. Və bu xəbərdarlıq Ramazan ayında da davam edirdi. O xəbərdarlıq bu idi. Mədənizi yeməklə doldurmayın. 1/3 hava, 1/3 su və 1/3 yemək olsun. Peyğəmbərimiz Ramazan ayında da bu prinsipi qoruyub saxlamış və sahabələrini də onu qorumağa təşviq etmişdir. Müsəlmanlar Ramazanı sahabələr kimi yaşamaq üçün nə etməlidirlər? Nə etməli sualı çox vacib sualdır. Bunun cavabı Ramazanı şuurlu qarşılamaq və yaşamaqdır. Bəs biz nə edəcəyik? Nəfslə hesablaşma, namaz, sədəqə, qohumluq əlaqələri qorumaq, dua. Quran və sədəqə. Bizə örnək olan sahabə nəsli ancaq Ramazana xas bir müsəlmanlıq yaratmadı. Əslində mövcud gözəlliklərini daha da yüksəklərə qaldırdılar. Bizim bugünkü insanların çox vaxt etdiyi bir səhvin qapısını açmırdılar. Yəni, məsələn, onlar təkcə Ramazanda deyil, bütün il boyu Quran oxuyurdular. Yalnız Ramazanda deyil, il boyu gecə namazları qılır,
sədəqə verirdilər. Ramazanda bunu daha da artırırdılar. Mübarək Ramazan ayı halallaşma ayıdır. Qəlblərin yumuşaldığı bir vaxtdır. Kimin üzərində bir haqq varsa, qardaşı ilə halallaşsın. Çünki buyurulur: Ey insanlar, kimin üzərində bir haqq varsa, dərhal ödəsin. Dünyada rüsvay və zəlil olaram deməsin. Bil ki, dünya rüsvaysılığı axirət rüsvaysılığı ilə müqayisədə çox yüngüldür. Borcların ödənilməsi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm borcu olanların namazına imamlıq etməzdi. Əgər sahabələrdən biri borcunu öz üzərinə götürsəydi, namazı qıldırardı. Nə vaxt imkanı olsa, kainatın fəxri olan Rasulullah sallallahu aleyhi və səlləm o borcu öz üzərinə götürərdi. Beləliklə, mübarək Ramazan ayında Allaha olan borcumuzla yanaşı, başqalarına olan borcumuzu ödəmək məsələsində də həssas olmalıyıq. Zəkat vermək. Zəkat borcu olanlar borcunu gecikdirmədən haqq sahiblərinə çatdırmalıdırlar. Əgər zəkat borcunun ödənilməsindən bir müddət keçibsə, borcun yarandığı vaxtdan indiyədək inflyasiyaya nəzərə alınmaqla fərq ödənməlidir. Ramazanda oruç tutmaq bizə kafi olanla kifayətlənməyi öyrədir. Oruç hətta halaldan da minimal şəkildə istifadə etməyi öyrədir. Düşünməliyik ki, bu təlim bizim həssaslığımızı artırmalıdır. Yalnız mədəmiz üçün oruç tutmamalıyıq. Biz də onu qulağımıza, dilimizə, gözümüzə, qəlbimizə də bir növ oruç tutturmalıyıq. Yəni, bütün orqanlarımızı Allahın rızası üçün istifadə etməyi öyrənməliyik. Orucun bizə verdiyi məhrumiyyət və mərhəmət. Ramazan bizə həmişə məhrumiyyət içində olan kasıbların, kimsəsizlərin və yetimlərin vəziyyəti haqqında düşünmək imkanı verir. Ramazanı bu hisslə şəfqətimizi artırmaq üçün bir fürsət olaraq görməliyik. Allah hamımızın orucunu qəbul etsin və Peyğəmbər və əshabı kimi oruc tutmağı nəsib etsin. Amin.